Dayanıqlı şəhərlərin digər bir xüsusiyyəti isə təmiz sudan istifadə məsələləridir. Bu çox vacibdir. Bu gün dünyanın əksər şəhərlərində, hətta inkişaf etmiş ölkələrində belə təmiz sudan istifadə məsələləri çox ciddi bir problem kimi ortalığa çıxır. Yəni istənilən bir ərazidə insanlar suyu birbaşa mərkəzləşdirilmiş yerdən yox, məhz qablaşdırılmış bir şəkildə almağa üstünlük verirlər. Çünki krandan gələn su birbaşa içmək üçün yararlı olunur. Bu suyun keyfiyyətinin aşağı olması ilə bağlıdır. Hətta əgər bu su təmizlənibsə belə şəbəkələrdə yenidən çirklənir. Ona görə də təmiz suyun insanlara çatdırılması, verilməsi əlavə problemlər yaradır. Plastik qabların istər-istəməz artmasına gətirib çıxarır və bu da ona səbəb olur ki, insanlar təmiz su üçün daha çox pul verirlər və daha çox tullantılar yaranır. Məsələn, plastik qablarda satılan ən ucuz suyun qiymətini biz krandan gələn su ilə müqayisə etsək 500, bəzi hallarda isə 1000 dəfə bahadır. Lakin insanlar məcburən bu deməli ödənişləri edirlər.